Ramil, sən, Şeydayev. Bəli. Oyun başlayan kimi topu, nəyi var? Var gücü ilə vurursan. Qapıya? Ha, deyirəm, var gücü ilə. Nəyi var vurursan ki, top polyadan çıxsın. Bütün Portuqaliya şokdadır. Bu Şahin Diniyev nə fikirləşib hala? Bu nə taktikadır? Ronaldo bir-birinə soruşurlar ki, bu nədir? Mən belə şey görməmişəm axı. Top yoxdur axı. Hara gedir? Neynir? Ronaldo deməli, bütün Portuqaliya ilə birlikdə... Yox, top hara gedir? Top stadiondan çıxırdı deyən də bir dəqiqədə. Stadiondan çıxır, Tofiq Bəhram adına stadiondan. Portuqaliya bütün komandası ilə birlikdə stadiondan çıxıb, qaçırlar üzü Gənclik Mall tərəfə. Amma Portuqaliyanın qapıçısı qalıb, onu sonra deyəcəm. O şimdi Portuqaliya 10 nəfər gəlirlər Gənclik Mall tərəfə. Görür top avtobusun altına girib. Ronaldo gəlir ki, topu belə içinə çıxartsın. Bu moment avtobus sürücüsü dur ala çəkil oradan qadınlar şəkil. Ay Timur köpək oğlu neyinsə imkan eşilir. Başa o şimdi şüvən qalxıb bu zaman qayı gəlir. Deyir ki, hörmətli Ronaldo müəllim, sizi tanıdıq, böyük hörmətimiz var sizə. Amma siz avtobus zolağına girmişsiniz, cərimə 100 manat.